Salam yoldaşlar, hər vaxtınız xeyir. Son imtahandan məntiq fənnindən dövlət qulluğuna düşən sual tipi ilə qarşınızdayıq. Sual tipinin şərti ilə ilk öncə tanış olaq. Sualda deyilir ki, 8B, 5D1 ədədi 3-ə qalıqsız bölünürsə, B plus D cəminə uyğun olan ədədlərin kodlarını seçin. Əgər ədəd bu formada sizə verilir, üstündə xətt verilirsə, bunun natural ədəd olduğuna işarədir. Yəni, 5 rəqəmli bir natural ədəddir verilən bu ifadə. Və bu ifadənin 3-ə qalıqsız bölünməsi üçün 3-ə qalıqsız bölünmənin şərtini ilk öncə bilməliyik. Əgər verilmiş ədədin rəqəmləri cəmi 3-ə tam bölünürsə, deməli həmin ədəd 3-ə qalıqsız bölünür. Beləliklə, bizdə cədvəl formasında birinci sətirdə kodlar, ikinci sətirdə ədədlər verilir və bu ədədlər kodlar vasitəsilə kodlaşdırılıb. Cavabda da bizə aşağıdakı ədədlər deyil, kodlarla kodlaşdırılmış ədədlərin kodları verilir. Deməli, bayaq qeyd etdiyimiz kimi, verilmiş ədədin rəqəmləri cəmi 3-ə tam bölünürsə, deməli, həmin ədəd 3-ə qalıqsız bölünür. Bundan istifadə edərək biz verilmiş 8, 5, 1-i toplayırıq, yazırıq 8 plus 5 plus 1, bu da eləyəcək 14. Və B plus D cəmini də 14 ilə biz toplamalıyıq ki, yazırıq 14 plus B plus D. Verilmiş B plus D cəmini 14 ilə toplayan zaman həmin ədəd 3-ə qalıqsız bölünəcəksə, deməli bizim ifadəmizin verilmiş ədəd 3-ə qalıqsız bölünəcək. Beləliklə, B plus D cəmini biz kodlar vasitəsilə, məsələn, B plus D-ni 8-ə bərabər etsək, cəmini 14 plus 8 bizə verəcək 22. 22 3-ə bölünmədiyinə görə, qalıqsız bölünmədiyinə görə biz 8-i götürə bilmərik. Ona görə cavab variantlarında 1 olan kodları biz çıxırıq. B və Y variantı düzgün cavablar sırasından çıxılır. Növbəti kodumuz 2. 2 kodu ilə bizə verilən ədəd 7. B plus D-nin cəmini 7 götürsək, 14 toplantısını 7 eləyəcək 21. 21 ədədində 3-ə qalıqsız bölündüyünə görə biz 2 kodla kodlaşdırılanı düzgün cavablarımıza götürə bilərik. Keçirik növbətinə. 3 koduna keçirik. 3 kodunda bizə verilən ədəd 5 ədədidir. B plus D cəmini 5-ə bərabər etsək, 14 5 ilə toplansa eləyəcək 19. 19 da 3-ə qalıqsız bölünmədiyinə görə 3 kodumuz da səhv olacaq. Növbəti kodumuz 4. Həmin kodda verilən ədəd 6. B plus D cəmi 6. 14 6 ilə toplansa eləyəcək 20. 20 də bölünmədiyinə görə 3-ə qalıqsız. Bunu da çıxa bilərik siyahıdan. 4 olan variantlarda çıxacaq. Növbəti kodumuz 5. 5 ilə kodlaşdırılan ədəd 3. B plus D cəmi 3-ə bərabər etsək, 14 3 ilə toplansa eləyəcək 17. 17 də 3-ə qalıqsız bölünmür. Növbəti kodumuz 6. B plus D cəmi eləyəcək 12. 12 ilə 14 toplananda eləyəcək 26. 26 da 3-ə qalıqsız bölünməyəcək. Növbəti kodumuz 7. B plus D cəmi eləyəcək 9. 9 ilə 14 toplananda eləyəcək 23. 23 3-ə qalıqsız bölünmür. Ona görə 7-ni də götürə bilmirik. Növbəti 8 kodunu götürürük. 8 kodunun ədədi B plus D cəmi 4. 14 4 ilə toplanacaq. Eləyəcək 18. 18 3-ə qalıqsız bölündüyünə görə 8 kodunu düzgün cavabımızda götürəcəyik. Və sonda 9 kodu ilə kodlaşdırılan 10 ədədi, yəni B plus D cəmi 10 olan 14 ilə 10 toplanacaq. Eləyəcək 24. 24 də 3-ə qalıqsız bölündüyünə görə biz 9 kodunu da düzgün cavabımızda götürəcəyik. Beləliklə düzgün cavab olacaq 2, 8, 9. Diqqətinizə görə çox sağ olun.